Cəlilabad rayon Həzabad kənd sakini 41 yaşlı Qəmbər Yusubov döyülmə nəticəsində aldığı bədən xəsarətlərindən dünyasını dəyişib. Hadisə Masallının Alvadı kəndində keçirilən toy məclisindən sonra baş verib. Məlumata görə mərhum həmkəndliləri olan iki qardaşla mübahisə zamanı döyülüb. Onların həmin an içkili olduğu bildirilir. Toyda olanda çıxıb çölə, onlar da çöldə, onu bilmirəm ki, nə üstə sporlaşıblar. Qardaşımın biri kəlləsini vurub, yıxılıb yerə. Yıxılıb yerə, yapışıblar başından, qum var imiş. Götürüblər ağzı ilə çırpıblar başına. O birisi də götürüb, daşı götürüb arxadan başına çırpanda əlindən alıblar. Hətqə tarakılı eləyir. Elənçi götürüb əlindən alıblar, o da yaman gündə. Götürüb aparıblar Masallıya, böyük xəstəxanəyə. Sabahsız günü axşam zəng elədi yoldaşı ki, Bəbələnçi qardaşı döyüblər, oğlan da götür, gəl. Mən də maşını tapa bilmədim, hamı toydaydı. Qaldı sabahsız günü xəstəxanəyə getdim. Gördüm, yaman gündədir, gözü şişib, üz-göz, gömgü, görmür. Dedim, çıxma, qal burada, həkim nəzarət altında. Həkim nəzarət altında dedim, qal, qoy malca getsin. Qeyd edək ki, mayın 28-də mübahisə zamanı döyülən şəxs əraziyə yaxın olan Masallı rayon xəstəxanasına aparılıb. Xəsarət alan şəxs sonradan müalicədən imtina edərək evə qayıdıb. Bir neçə gün sonra vəziyyəti pisləşib və iyunun 5-də Cəlilabad rayon mərkəzi xəstəxanasına aparılıb. O elə xəstəxanada dünyasını dəyişib. Hadisə ilə bağlı şübhəli şəxs qismində rayonun Həzabad kənd sakini 22 yaşlı Babək Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.